qayda ilə gedərlər. Amma mütləq bu üsulla getsinlər və dəftərdə də yazsınlar hamısını. Deyir ki, aralarında 2 vahid fərq olan 3 ardıcıl ədədin cəmi 30-dur. Bu ədədlərin ən kiçiyini tapın. Bunu tam hissə modeli ilə həll edirik. 1, 2, 3. Çünki deyir ki, 3 ardıcıl ədəd. Və fərq 2-dir. Məsələn, bu bilmirik neçədir. Bir boş xana çəkirik, o birisi neçə olacaq? Bu balaca götürək. Onda bu böyük olacaq. Üstə gəl 2. Və o üçüncü ədəd isə bundan 2 vahid böyük olacaq. Bu neçədir? Boş xana üstə gəl 2. Bu ikinci ədədimizdir və üzərinə 2 əlavə edirik. Və bunların cəmi deyir ki, 30-dur. Məlumları toplayırıq 2, 4, 6. 30-dan çıxırıq 6-nı, qalır yerdə 24. Sonra isə 24-ü 1, 2, 3-ün arasında bölürük. 24-ü bölürük 3-ə. Düşür 8. Deməli, birinci ədəd 8-dir. Bəs onda ikinci ədəd neçədir? 8 üstə gəl 2 bərabərdir 10. Üçüncü ədəd isə 8 üstə gəl 2 üstə gəl 2. Yəni 12. Bizdən isə ən kiçiyi soruşurdu. Deməli, ən kiçik ədədimiz 8-dir.